belə deyək, insanların diqqətinə çatdıraq, səsimizi daha çox insanlara çatdıraq. Məqsəd budur. Zaten İlham Əliyev rejimi nə yayımdan, nə sözdən, düzdür, istəmir insanlar danışsın, insanlar səsini çatdırsın, sözünü çatdırsın. Bu rejim qətiyyən sözün düşmənidir, siz də bilirsiniz. Və bilirsiniz ki, bu adamlar, bu qatillər sözə görə insanları cəzalandırır, sözə görə insanları həbs elətdirir, həbslə kifayətlənmir, hətta sözə görə insanları öldürür və hətta bütün cinayətlərə imza atırlar. Və buna görə də mən vətəndaş Sevinç Sadıqova olaraq bir daha deyirəm, dünyanın harasının olmasından asılı olmayaraq ki, dünyanın harasında olmağımdan asılı olmayaraq mən sona qədər mübarizə aparacağım, haqqımız, hüququmuz uğrunda və hal-hazırda həyat yoldaşım Tiflisdə siyasi girovdur. Məhz Əliyev rejiminin girovudur. Məhz İlham Əliyev Tiflisdə Əfqanı siyasi girov saxlayır. Məhz Əfqanı İvanaşvili rejiminin əlindən saxlayırlar və qanun adı altında edirlər bunu. Məhkəmə sistemi Gürcüstanda məhz rejim nəyi deyir? Həmən qərarı çıxarır. Yəni qanun adı altında insanlara repressiya olunur, qanun adı altında ailələr dağıdılır, qanun adı altında uşaqlar gözü yaşlı qalır və biz haqqımız, hüququmuz uğrunda, mən ailəmin bütövlüyü uğrunda, qanun bizə nəyi deyirsə onun uğrunda sona qədər mübarizə aparacağım. Bu yolun sonu bizim üçün yoxdur. Haqq və ədalət ya bərqərar olacaq, ya İlham Əliyev rejiminin dediyi kimi bizi dünyanın istənilən yerinə əlimiz çatır, sizi öldürəcək. Olsun, İlham Əliyev rejimi zaten cinayət etməyə öyrəşibdir. Çünki İlham Əliyev rejimi qatildir. Ancaq bir qatil sadə bir vətəndaşı heç bir terrorda, cinayətdə, heç bir insan alverində, heç bir belə deyək, zərrə qədər də cinayətdə əli olmayan sadə insanları hədəfə çevirirsə, bu qatildir, bu terroristdir. Bunun başqa adı yoxdur. Mən hal-hazırda Avropada mühacir həyatı yaşayıram. Mühacir həyatını yaşayanlar bu həyatın nə demək olduğunu bilir. Bilməyənlər üçünsə deyim ki, mənim himayəmdə övladım var. Mən ölkəmdən məcburən sürgün edilmişəm. Mən ölkəmdən didərgin düşmüşəm. Ailəm parçalanıb və parçalanmış bir həyat yaşayıram. Hal-hazırda mənim yaşadığım bütünlüklə düşünürəm ki, Azərbaycan xalqının bir nümunəsiyəm. Əliyev rejiminin məhv elədiyi bir xalqın bir nümunəsiyəm ki, Azərbaycanda da İlham Əliyev rejimi milyon dənə bu cür ailələr parçalayıb, milyon dənə insanı gözü yaşlı qoyub, Azərbaycan xalqını məhv eləməklə məşğuldur. Mən də o vətəndaşların bir nümunəsi olaraq, bax, burada danışıram, çünki bu repressiya tək mənim ailəmə deyil, bütünlüklə Azərbaycan xalqına olan bir repressiyadır. Çünki Azərbaycan xalqı gözəl bilir ki, Əliyev rejimi insanları susturmaq üçün, insanların